Hamı onu sarışın, cazibədar bir ulduz kimi tanıyırdı. Lakin çox az insan onun gülüşünün arxasındakı faciəni bilir. Bu qadın sadəcə aktrisa deyildi. O moda tarixinin ən böyük ikonlarından biri Marilyn Monroe idi. Platin sarı saçları, ikonik qırmızı dodaqları və həmən o ağ libası. Dünya onun stilinə aşiq olmuşdu. Amma kameralar sönəndə onun qaranlıq həyatı başlayırdı. Uşaqlığı uşaq evində keçmişdi. Həyatı boyu psixoloji sıxıntılar yaşayırdı. Ömrünün sonuna dək sevgi və qəbul axtarırdı. Bütün dünyanı güldürən qadın gecələri tək qalır. Və ən sarsıdıcı həqiqət isə budur ki, bütün dünya onun gözəlliyinə, onun ikonik hallarına aşiq olmuşdu və çox insan həqiqətləri bilmirdi. Amma onun adı Norma Jane idi və çoxları bu adı və o qızı tanımadı.